Bu il sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Əsas prioritetlər istehsalın genişləndirilməsi, ixracın artırılması və yaşıl sənaye layihələrinin inkişafıdır. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlov məlumat verib. Bildirilib ki, 2025-ci ildə sənaye zonalarında 14 yeni müəssisə fəaliyyətə başlayıb, 136 milyon manat investisiya yatırılıb və 1100 daimi iş yeri yaradılıb. Ümumilikdə sənaye zonalarına qoyulan sərmayənin məbləği 7 milyard manatı ötüb, investisiya portfeli isə 8,7 milyard manatdan çoxdur. Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq satış qeydə alınıb. Ağdam Sənaye Parkında isə indiyədək 145 milyon manatdan çox investisiya yatırılıb və 1000-ə yaxın iş yeri yaradılıb. Məhəlləsi, burada biz düşünürəm ki, 2026-cı ildən 2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilir və bunun 1,2 milyard manatı ixracın payına düşüb. Ötən illə müqayisədə istehsal 21,1%, ixrac isə 13,4% artıb. Bugün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. Bütün bunların nəticəsi olaraq ötən il qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1%, qeyri-neft ixracında isə 33,9% təşkil edir. Bu göstəricilər sənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas dayaqlardan birinə çevrildiyini göstərir.